Son dönəmlər bizə müraciət edən xanımların ən qlobal problemi də məhz xəyanətlə bağlıdır. Nədir xəyanət? Nədən kişilər xəyanət edir? Niyə edir? Niyə məhz mənə xəyanət edir? Bu kimi suallara cavab axtarmaqla qadınlar öz psixoloji durumlarını çökdürərək artıq nevroz dediyimiz xəstəliyə düçar olurlar. Bu problemlərdən uzaq olmaq üçün ilk növbədə insan özü-özündə problemlərin cavabını özü-özündə axtarıb tapmalıdır. Bəli, o zaman xanımlar çox çətinlik çəkir. Suallar ətrafında boğulub qalırlar. İllər uzunu bir-birimizi sevdiyimiz halda ailə qurduqdan sonra bu soyuq münasibətləri yaradan amillər nədir? Nədən mənimlə artıq sevgidən danışmır? Nədən məni öncə sevirəm dediyi halda indi artıq sevgisini paylaşmır? Son zamanlar insanların əlindən düşməyən mobil telefonlar, sosial şəbəkələr, məhz bunlardan aşırı şəkildə istifadə qadınların, kişilərin ən aktual mövzusuna çevrilmişdir. Məhz ailələrdə problem yaradan da bu kimi texnikanın güclü inkişaf etməsi sayəsində ailələrdə problem yaradan ən böyük məqamlardan biri də aşırı şəkildə telefonlardan istifadə, sosial şəbəkələrdən istifadədir. Məhz bunların da kökündə dayanır kişilərin qurduğu yeni münasibətlər, yeni ilişkilər, məhz bunlarla razı olmayan qadınların təpkiləri. Nədir problem? Niyə məhz sən xəyanətə düçar olursan? Niyə məhz xəyanət səninlə baş verir? Bu kimi suallara cavablar axtarır xanımlar. Belə cavablandıraq. Ümumiyyətlə, yer kürəsində yaranışından fərqli olan kişi cinsi belə qəbul olunmuşdur. Həyat yoldaşı olmasına baxmayaraq, kişilərin 80%-i bu cür münasibətləri qurmaqda israrlıdırlar. Bəli, qəbul etməyimiz çox müşkül bir işdir. Yalnız etiraf edək ki, bizim yanımıza gələn pasientlərin bir çoxunda bu kimi problemlər hökm sürür. Nə etməli ki, xəyanətlə üzləşməyib? Bu kimi suallara cavab axtarır xanımlar. Bəli. Özünü psixoanaliz etməyi bacaran xanım ilk öncə öz-özünü dərk etməlidir. Ailə qurduğu insanın maraq dairəsini, onun həyata baxış bucağını analiz etməyə bacarmalıdır. Onun intellekt səviyyəsi buna izin verərsə, buna yol verərsə, bu zaman o qarşı tərəfin, yəni həyat yoldaşının maraqlarına uyğun olaraq davranar, onun istəklərini birmənalı şəkildə həyata keçirər və xəyanət dediyimiz proses çox bəsit bir şəkildə yoluna qoyula bilər.